Sizi Floridadan salamlayıram. Bugün düşünürəm ki, sizin üçün Amerikadakı və Azərbaycandakı məhsul və xidmətlərin qiymətlərini müqayisə edim. Mən özüm təzə gələndə bütün qiymətləri, dollarla olan bütün qiymətləri manata çevirirdim və yüngül şok yaşayırdım. Lakin biraz keçdi və artıq mən qiymətləri müqayisə etməyi buraxdım və olduğu kimi qəbul etməyə başladım. Mən deyirəm ki, artıq qiymətləri müqayisə etmirəm, amma bugün bunu son dəfə və sizin üçün edəcəyəm. Gəlin başlayaq. Birinci elektronika və digital məhsullardan başlamaq istəyirəm. Burada qiymətlər Azərbaycanda olduğundan fərqlənir, yəni daha ucuzdur və səbəbi də ondan ibarətdir ki, burada elektron məhsullarına idxal vergisi yoxdur və Amerika bildiyiniz kimi bir çox qlobal brendlərin vətənidir. Elə ona görədir ki, iPhone 16 Pro Max Amerikada $1200, Azərbaycanda isə bu telefonun qiyməti 3349 manat təşkil edir. Və maraqlı bir fakt deyim, hətta köhnə model telefonları və smartwatchları burada hədiyyə verə bilirlər. Məsələn, biz bir gün evdə oturmuşduq, bizə T-Mobile'dan zəng gəldi və dedilər ki, gəlin ya iPhone 13 götürün, ya da Apple Watch götürün. Biz iPhone 13'ü seçdik və onu tamamilə pulsuz bizə hədiyyə etdilər. Və digər müqayisə etmək istədiyim məhsullardan biri də ərzaq məhsullarının qiymətidir. Azərbaycanda bütün ərzaq məhsulları, demək olar ki, bütün ərzaq məhsulları buradan 3-4 qat ucuzdur və təbii ki, daha dadlıdır. Amma maraqlı bir məqamı da deyim, öz müşahidələrimdən görmüşəm ki, bəzi məhsullar burada daha ucuzdur. Bunlar hansı məhsullardır? Qızıl balıq, kərə yağı, bəzi şokolad və peçenya növləri və təbii ki, ekzotik meyvə və tərəvəzlər Amerikada daha əlverişli və əlçatan qiymətədir. Mən təhsil sisteminə baxmaq istəyirəm. Ali təhsil müəssisələrinin qiymətlərində Azərbaycan daha əlçatandır. Ona görə ki, Azərbaycanda bizim ölkəmizdə universitetlərin illik təhsil haqqı maksimum $5000 kimi olur. Amma burada isə yerlilər üçün, yəni green card'ı və olanlar və vətəndaşlığı olanlar üçün təhsil haqqı $5-15 min təşkil edir. Lakin kənardan gələnlər üçün, məsələn, siz Azərbaycandan gəlib oxumaq istəsəz, təhsil haqqı $50.000 kimi gəlib çata bilir. Amma dövlət məktəbləri, yəni orta təhsilə gələndə isə burada orta təhsil müəssisələrində ümumiyyətlə uşağı özəl məktəbə göndərməyə heç bir ehtiyac yoxdur. Çünki dövlət məktəblərində kifayət qədər həm akademik biliklər yaxşı verilir, həm də yaxşı səviyyəli bir uşaqlara soft skill öyrədilir. Yəni yumşaq bacarıqlar öyrədilir, liderlik qabiliyyətləri aşılanır və s. Və məncə bu təhsil Azərbaycandakı özəl təhsil müəssisələrinin təhsilindən daha yüksək səviyyəlidir. Mən indi hiss edirəm, siz bəlkə də mənə deyirsiniz ki, oradan axı bizim uşağımıza yaxşı davranırlar özəl məktəbdə. Əlbəttə yaxşı davranırlar və elə problem də budur. Çünki özəl məktəblərdə uşaqlara bir müştəriymiş kimi davranırlar və bu bəzən onların obyektiv qiymətləndirilməsinə mane olur. Mənim qızım məsələn Bakıda bir özəl məktəbdə oxuyurdu. Biz illik 12.000 manat ödəniş edirdik, amma bu kifayət deyildi. Əgər biz istəsəydik ki, o kafeteriyadan istifadə eləsin, siz təsəvvür edin, ildə 700 manata qədər əlavə ödəməli idik və əgər avtobus xidmətindən istifadə edirsə, o da əlavə 1000 manatdan çox bir xərcidir. Amma burada isə dövlət məktəbləri həm pulsuzdur, həm yüksək keyfiyyətli nəqliyyatla təmin olunur uşaqlar, həm də nahar yeməyi dövlət hesabına verilir. Bu da belə. Və gəlsək, əgər avtomobil qiymətlərini müqayisə etsək, bu sizə maraqlıdırsa, xüsusilə Amerika brendi olan avtomobillərin qiyməti burada əlçatan qiymətədir. Təbii ki, Azərbaycandakindən daha ucuzdur və ikinci əl bazarında burada əməlli başlı bir üstünlüyü var. Qiymətlər həm çox yaxşıdır, həm də məsələ nədir? Azərbaycandakı ikinci əl avtomobillər adətən salvage title olan avtomobillərdir. Yəni odur ki, burada avtomobil müəyyən bir qəza keçirdi, başına nəsə bir iş gəlib və burada artıq onu istifadə etmək, sürməyə imkan yoxdur. Çünki artıq sığorta şirkətləri onu sığortalamır və belə avtomobillər Azərbaycana gəlir və kifayət qədər yüksək qiymətə satılır. Biz 2018-ci ilin Tesla-sını müqayisə etsək, məsələn, siz Azərbaycanda 2018-ci ilin Tesla-sının qiyməti 21.500 ətrafındadır.
Burada mən sizə maraqlı bir fakt deyim. Siz çox uyğun qiymətə Teslanı lizinqə götürə bilirsiniz. Bu necə olur? İlkin ödəniş 3000 dollar edirsiniz və ayda 245 dollar ətrafında ödəniş etməklə 36 aylıq bir lizinqə götürürsünüz və 36 ayın sonunda nə baş verir? Siz qalan məbləği ödəyib Teslanı tamamilə ala bilərsiniz və ya Tesla avtomobilini qaytarmaqla həmin dövr üçün ən son olan, ən yeni bir avtomobili özünüzə götürə bilərsiniz və sürə bilərsiniz. Bu avtomobil sizin olmayacaq, amma mənə görə bu daha üstünlükdür. Çünki bu fani dünyada nə bizimdir ki? Amma nəticə odur ki, siz hər zaman yeni və sıfır maşını sürə bilərsiniz, istifadə edə bilərsiniz. Və Azərbaycanda ikinci əl bazarında ən çox tələb görən iki avtomobilə baxa bilərik biz. Bunlardan biri 2014-cü ilin Kia Sportage-dir. Bu Azərbaycanda təxminən 27.500 manat ətrafındadır. Burada isə onu 7.400 dollara əldə edə bilərsiniz. Və 2015-ci ilin BMW 5-ci seriya model avtomobili isə Azərbaycanda 33.000 manatadır. Burada isə həmin qiymət 6.800 dollardır. Yəni çox əlçatan bir qiymətdir. Və bir də əgər avtomobil kreditlərinə baxsaq, avtomobil kredit şərtləri də burada Azərbaycanla müqayisədə daha əlçatan faizlərdir. Və məsələn 0% də ola bilər sizin ilkin ödənişiniz, əgər sizin kredit tarixçəniz yaxşıdırsa. Kreditlərdən danışmışkən gəlin elə istehlak kreditinə də baxaq. Azərbaycanda istehlak kreditinin faizi təxminən 12-24 faiz təşkil edir illik. Burada isə 6%-dən 36%-ə qədər dəyişə bilir. Biznes kreditləri də daha əlçatan rəqəmlərdir və Azərbaycanla müqayisədə daha aşağıdır biznes kreditləri. Azərbaycanlılar üçün çox vacib olan bir amil, gəlin ev və mənzillərin qiymətlərini müqayisə edək. Azərbaycanda məncə ən elit və ən yaxşı şəraiti olan yaşayış komplekslərindən biri, bəlkə də birincisi Dreamlanddir. Həmin o Dreamlanddə golf sahəsinə və gölə baxan yerdə, yəni yaxşı şəraiti olan 500 kvadrat bir evin, həyət evinin qiyməti 1.500.000 dollardır. Təsəvvür edin və bu ev 4 divardan ibarət. Siz onu alırsınız və sonra təmir edirsiniz. Bəs bu qiymətə Floridada nə almaq olar? Mən Florida ilə müqayisə edirəm, hansı ki bu ölkədəki ən bahalı əmlak olan yerlərdən, ştatlardan biri Floridadır. Burada siz 1.450.000 dollara təxminən 240 kvadrat olan bir ev ala bilərsiniz, hansının ki 5 yataq otağı var və tam təmirlidir, tamamilə rahat köçüb yaşaya bilərsiniz. Həyətində hovuzu var, hər cür şəraiti var və belə bir müqayisə. Əgər mənzilləri müqayisə etsə, yəni daha az büdcəli variantlara baxsaq, məsələn deyək ki, Bina Azda Nərimanov metrosu yaxınlığında 70 kvadrat evi 244 minə ala bilərsiniz. Məsələ söhbət 2 otaqlı evdən gedir və həmin qiymətə yaxın qiymətə, deyək ki 144.000 dollara siz Texasda nə ala bilərsiniz? Siz həmin qiymətə Texasda 3 otaqlı mənzil ala bilərsiniz, hansının ki 2 hamam otağı var və hansı ki 144 kvadrat metrdir. Bu da maraqlı bir faktdır. Bütün bunlardan sonra mən istəyirəm sizə ipoteka şərtləri haqqında da danışım. İpoteka bazarında vəziyyət belədir ki, ilkin ödəniş təxminən 20% ətrafındadır və illik kredit faizi isə 6-8%dir. Bəs Azərbaycanda vəziyyət necədir? Dövlət ipotekası Azərbaycanda yeni mənzillər üçün ilkin ödəniş 15%dir, köhnə mənzillər üçün isə 20% ətrafında dəyişir və illik təxminən 8% ətrafındadır. Amma burada bir üstünlük var. First time buyerlər üçün, yəni əgər siz ilk dəfə ipoteka götürürsünüz və burada ilk dəfə ev alırsınızsa, sizin ilkin ödənişiniz hətta 3% ola bilər. Siz təsəvvür edin, ilkin ödəniş cəmi 3% verməklə siz ev sahibi ola bilirsiniz. Və Azərbaycanda ipotekadan, dövlət ipotekasından yalnız respublika vətəndaşları yararlana bilirsə, burada həm də tələbə vizası ilə və iş vizası ilə olan şəxslərin ipoteka vasitəsilə mənzil almağı mümkündür. Bu da maraqlı bir faktdır. Gəlin tip sahəsindən danışaq. Tip sahəsində Azərbaycan mənə görə çox üstündür. Həm qiymətlərinə görə, həm də xidmətlərin keyfiyyətinə görə. Deyim ki, sizə Azərbaycanda ən bahalı həkim qəbulu təxminən 75 manatdırsa, burada əgər sizin sığortanız yoxdursa, həkim qəbulu 140-350 dollar arasında dəyişir. Azərbaycanda ən bahalı klinikada uşağın dünyaya gəlməsi
deyək ki, 2500 manat ətrafında bir xərcdirsə, burada isə sığortamız olmadığı üçün bu xoş hadisə bizə düz 12.000 dollara başa gəldi. Bu da belə bir maraqlı bir faktdır və Azərbaycanda mənə görə sığorta sistemi daha yaxşıdır. Hətta icbari tibbi sığorta və özəl şirkətlərin verdiyi sığorta da yüksək səviyyəlidir. Siz əgər getmisiniz, müraciət eləmisiniz icbari tibbi sığortaya və sizə deyiblər ki, bir həftədən sonra gələrsiniz, bu çox yaxşı bir göstəricidir. Amerikada siz həkimə yazılmaq istəsəz, 1 ay və ya 2 ay sonraya ancaq görüş ala bilərsiniz. Və sığortaya gələndə isə mən Azərbaycanda işlədiyim son 11 ildə xalq sığorta və paşa sığorta ilə tibbi sığorta olunmuşdum və demək olar ki, heç bir xərc məndən getmədən çox yaxşı bir tibb xidməti alırdım mən və ailə üzvlərim. Burada isə əgər sizi işə götürən sığortalasa belə, siz istənilən halda aylıq hər adam üçün 200-400 dollar arası bir sığorta haqqı ödəyirsiniz və bununla da kifayətlənmir. Siz hər dəfə həkimə gedəndə müəyyən qədər 60-80 dollar arası bir pul xərcləyirsiniz. Odur ki, Azərbaycandakı həm həkimlərin, həm də sistemin qədrini bilək. Və sağlamlıqdan danışmışkən mən istəyirəm idman məkanlarını da bir müqayisə edək və bu sahədə mən tamamilə üstünlüyü Amerikaya verirəm. Çünki burada idman zalları həm şəraitinə görə, genişliyinə görə, havalandırmasına görə, infrastrukturuna görə və çox müxtəlif resursları daxil etdiyinə görə inanılmaz üstündür məncə və qiymətlər də çox ucuzdur. Yəni 15 dollarla 40 dollar arasıdır aylıq ödənişlər və əgər məsələn deyək ki, burada Planet Fitness adlı bir şəbəkə var, çox məşhur bir idman şəbəkəsidir və burada təsəvvür edin cəmi 49 dollara siz 1 illik abunəlik ala bilərsiniz və əgər yeni zal açılırsa, olur ki, zalın birinci ayı simvolik 1 dollara belə ola bilir müştəri qazanmaq üçün. Azərbaycanda isə bu kimi şəraiti olan zallar azdır dediyim kimi, onun qiyməti, aylıq qiyməti 200-400 manat arasında dəyişir. O baxımdan buranın üstünlüyü var. Mən bütün bu müqayisələri kənara qoysaq, bir şey də demək istəyirəm ki, Azərbaycanda pul ödəməyə öyrəşdiyimiz bəzi sahələr və xidmətlər burada tamamilə pulsuzdur. Bunlar nədir? Məsələn, çimərliklər. Siz Bakı yaxınlığında bir çimərliyə getmək istəsəz, hər adama görə minimum 30 manat ödəniş etməli olursunuz. Burada isə bu tamamilə pulsuzdur. Bəziləriniz deyə bilərsiniz ki, axı mən elə bir pulsuz çimərlik tanıyıram Azərbaycanda. Əlbəttə var, amma infrastruktur bu deyil. Çünki burada təmiz ayaq yollar, duş kabinaları, nə bilim, hər cür şərait, tərtəmiz qum və tərtəmiz su və bunlar tamamilə pulsuzdur. Uşağın məktəbə gedib gəlmə xidməti dediyim kimi avtobus xidməti və nahar xidməti pulsuzdur. Parklarda tədbirlər təşkil olunanda cürbəcür batutlar təşkil olunur uşaqlar üçün əyləncə və bu tamamilə pulsuzdur və nəinki pulsuzdur, uşaqlara müxtəlif aksesuarlar, snəklər, yəni atışdırmalıq yeməklər də hədiyyə olunur. Bu da maraqlıdır və mən uşaqlardan çox danışıram, çünki özümüz uşaqlı ailəyi və mənim təcrübələrim əsasən o sahədədir. Azərbaycanda uşaqlar üçün təşkil olunan əyləncəli masterklasslar 15-35 manat arasında dəyişirdi. Burada isə bu kimi masterklasslar və əyləncəli tədbirlər kitabxanalar tərəfindən təşkil olunur və tamamilə ödənişsizdir. Bütün bu müqayisənin sonunda biz nə deyə bilərik? Biz gördük ki, hər iki ölkənin üstün cəhətləri var və hər iki ölkənin çətin tərəfləri var, hansılar ki, biz deyirik ki, bu çox çətindir, mən buna dözməzdim. Və əsas odur ki, bizim hamımızın seçim şansımız olsun və biz doğru və bizi xoşbəxt edəcək seçimlər edə bilək. Bugünlük bu qədər. Hələlik.